təbibin nəzarətində olan başqa bir ünvan da Salyan Mərkəzi Xəstəxanasıdır. Burada bir uşaq şöbəsi var və şöbənin müdürü Raya Azad qızı Baxışovadır. Bu obyekt haqqında məlumat bilirsiniz hardan daxil olub? Salyan rayon prokurorluğundan. Təəccüblənməyin. Bütün dövlət idarələrində elə adamlar olur ki, içəridə baş verənlərin dışarıya çıxarılmasında bu və ya digər səbəblərdən maraqlı olur. Bəlkə kimsə prokurorun və ya müstəntiqin yerinə göz dikib, mən deyə bilmərəm. Əsas olan budur ki, xəbər hərlənib fırlanıb bizə çatır, yaxud da bizə çatdırmaq üçün hərliyib fırlayırlar. Nəyə görə bir rayon mərkəzi xəstəxanasının uşaq şöbəsinin bilgiləri prokurorluqdan gəlib çıxır? Ona görə ki, bu obyektdə baş verənlərlə bağlı konkret şikayətlər əsasında cinayət işi qaldırılıb, sonra da qapadılıb. Adətən qapadılmaq üçün nəzərdə tutulan cinayət işləri də açılır və bunların da sayı çox olur. Adamların konkret cinayət sayılan əməllərinin olduğunu bilirlər. Bəli, İlham Əliyev demişkən siqnallar əsasında bilirlər, başlayırlar araşdırmağa. İpi dartdıqca daha çox fakt gəlir, daha çox fakt, daha çox pul demək olur. Zirvəyə çatanda yorulub otururlar, bir sigaret yandırıb çəkirlər, sonra deyirlər uşaqlar bəsdir, siz də yoruldunuz, biz də yorulduq. Yükünüzü bırakıp üzü aşağı qaçın. Yəni pullarını alıp bırakırlar. Prokurorluqda qaldırılan cinayət işi ölü canlarla, saxta məzuniyyətlərlə bağlı olub və istintaqa çağırılanlar başqa faktları da detallı qaydada açıb qoyublar ortalığa. Məsələn, təsəvvür edirsinizmi? Bu uşaq şöbəsində uşaqcasına davranışlardan biri budur ki, şöbənin binasında bütün tualetləri qıfıllayıb açarı da qoyublar Raya xanım Baxışovanın cibinə. Şöbə müdürü və onun yetki verdiyi işçilər xüsusi sanitar qovşağından istifadə etmək üçün açarla təchiz ediliblər. Bunların da sayı 2-3 nəfərdir. Qalan işçilər isə gərək ərazidə axtarıb öz başlarının çarəsini qılsınlar. Bütün personal üçün sadəcə bir sanitar qovşaq açıq saxlanılır ki, orası da üfunətdən və daimi basırıqdan istifadəyə yararsızdır. Bu hələ heç nədir. Uşaq şöbəsinin həkimlərinə iş kabinetləri 200 manata satılırmış. Bəzi hallarda isə güzəşt paketləri də təqdim edilir. Kredit kimi bir şey ayda 60 manat ödəmək. Yəni uşaq şöbəsində həkimlərə iş kabinetləri bir növ kirayə verilib ayda 60 manata. Bu 60 manatlıq kirayə sistemi tibb bacıları üçün də tətbiq edilir. Azərbaycanda tibb bacıları növbəli iş rejimi ilə 12 saat işləyirlər. 12 saat fasiləsiz işləmək bir başqa pəstahadır. Yəni insan bu qədər işləyə bilməz, işləməməlidir, amma neynəməli? Xəstə yanında qalanlardan da pul alınması, sutkalıq haqq alınması adi qayda kimi təsbit edilib. Əslində, orada baş verənlərin prokurorluğa qədər sıçramasının əsas səbəbi analıq məzuniyyəti yazılmış qadınların adına pul yazılıb mənimsənilməsi olub. Adına məzuniyyət yazılmış qadınların hər birinə məsələn 10-15 manat verməklə bütün məzuniyyət pullarını mənimsəyiblər. Faktik olaraq işləyən tibb bacılarının və başqa işçilərin adına həm də məzuniyyət yazılması halları da olub, bütün hallarda alınan vəsaitlər üzərində rəhbərliyin iddiaları ilk növbədə təmin edilib. Bu sənədlərin altında isə hörmətli Raya xanım Azad qızı Baxışovanın imzası olub. Məsələ